Çox mübarək bir daha təbrik edirik. Çox hörmətli qohumlar, çox hörmətli dostlar, çox hörmətli qardaşlar, hörmətli analar və hörmətli bacılar. Və bir sözlə, gözəl arzuları ilə, xoş niyyətləri ilə bugünkü bu gözəl təmtəraqlı toy məclisimizə təşrif buyurub, iki gözəl gəncin, çox hörmətli, dəyərli Cavid bəyin, onun xanımı, hörmətli Rəvanə xanımı təbrikə gələn əzizlər, doğmalar. Hər vaxtınız xeyir olsun, qədəmləriniz mübarək olsun. Elimiz, obamı, cəmi Azərbaycanımız hər bir vaxtı belənci toylu, müsatlı olsun inşallah. Və çox hörmətli məclis əhlinin gürültülü alqışlarınla Cavid bəy, Rəvanə xanım Nur Şadlıq Sarayına təşrif buyurdular və onlar məclisimizin ən yüksək zirvəsində bu gözəl, şərəfli bəy və gəlin masasında əyləşiblər. Mən çox hörmətli Cavid bəy, onun xanımı, Rəvanə xanımı bu gözəl masada salamlayıram. Xoş gördükləri istərə toyunuz da mübarək olsun. Nə gözəl yaraşır boyu boyuna. Həm bizim gəlinin, həm bizim bəyin. Yığışıb qohumlar, dostlar toyuna. Həm bizim gəlinin, həm bizim bəyin. Bəyimiz də gəlinimizə xoşbəxt olsunlar. Cavid bəy, xoş gördük istəri. Salamlayırıq, xoşbəxt olun. Həyatın ən gözəl günləri istər üstün olsun. Özün yazdın talihini, bəxtini. Bu gəncləri xoşbəxt elə, ay Allah. Bəzəyiblər otağını, taxtını. Bu gəncləri xoşbəxt elə, ay Allah. Atalar da ölçüb bizib söz deyir. 7 oğul, bircə dənə qız deyir. Görün onlar daha nələr söyləyir. Bu gəncləri xoşbəxt elə, ay Allah. Qoy var olsun sevgi yolu seçənlər. Qoy var olsun sağlıq deyilsənlər. A dostlar, budur bizim könlümüzdən keçənlər. Bu gəncləri xoşbəxt elə, ay Allah. Bu gəncləri xoşbəxt elə, ay Allah. Mənim dəyərli bəy qardaşım, Cavid bəy, hörmətli gəlin bacım Rəvanə xanım, istər Allah taladan xoşbəxtlik, səadət, məhəbbət arzu edirik. Və arzu eləyək ki, çox hörmətli bəyimiz ata, hörmətli gəlin bacımız ana olsun inşallah. Onlar da bugünkü kimi gözəl evlad toy görsünlər. Amin. Və çox hörmətli məclis əhlindən bu gözəl gənclərin şərəfinə, bəyimizin, gəlinimizin şərəfinə bir gözəl, gürültülü alqışlarla deyək, toyunuz mübarək olsun, xoşbəxt olun, təbrik edirik sizləri. Əl salan əllər var olsun, hər birinizə təşəkkür edirəm. Bugün gözəl bir gündür. Allah xeyir versin deyirik, 12 aprel 2017-ci il tarix. Nur Şadlıq Sarayında gözəl bir təmtəraqlı məclis qurulubdur. Mən fürsətdən istifadə edib bəyimizin və gəlinimizin bütün qohum əqrəbəsinin əzizlərinə göz aydınlıq verirəm və qohumların, dostların, cəmi qonaqların adından deyirik. Allah təala bu gözəl məclisdən çoxlu xeyir versin. Üst tuturam dərgahına, Tanrı alsın pənahına. Cavid bəyin, Rəvanə xanımın sabahına Allah özü xeyir versin. Sevənlərin ülfətinə, arzusuna, niyyətinə, bəxş etdiyi qismətinə Allah özü xeyir versin. Bu gözəl toyumuza, şənliyimizə Allah özü xeyir versin. Çox mübarəkdir, ürəkdən təbrik edirik. Hörmətli qohumlar, hörmətli qonaqlar, möhtərəm dostlar. Hamınıza bu xoş gündə gözəl istirahət arzu edirəm. Yeyin için nuş olsun deyirik. Tələsmədən, səbirlə, təmkinlə. Bugün həm sizdir, həm də bizdir. Çox gözəl, yadda qalan, sayılan, seçilən gözəl bir məclis qeyd edəcəyik inşallah. Mən istərdim ki, qonaqlarımız tam yerbəyer olana qədər, yəni açılışdan öncə, biz də musiqicilər adından Cavid bəy, Rəvanə xanımı təbrik eləyək. Onu da xüsusilə qeyd etmək istərdim ki, bu günləri toy sahiblərinin dəvəti ilə çox dəyərli musiqicilərimiz, çox dəyərli müğənnilərimiz məclisimizə təşrif buyurublar. Mən xüsusilə ilk anda istərdim ki, bugün mən sizə ruhiqidə verən Billur Instrumental Ansambl adından və bu ansamblın rəhbəri hörmətli müğənnimiz Zöhrə xanımın adından deyək, Cavid bəy, Rəvanə xanım xoşbəxt olsunlar və əzizlərimiz adından, doğmalarımız adından çox dəyərli sənətkarlarımız bu günləri, bu gözəl cütlüyü təbrikə gəliblər. Şəhrimizin fəxri olan bizim çox dəyərli müğənnimiz Talih Elxanoğlu, Toylar Kralı məclisimizdə iştirak edir. Mən Talih Elxanoğlu'nu salamlayıram. Xoş gəlib, səfa gətirib, qədəmləri mübarək olsun və bir gözəl müğənnimiz də məclisimizdə iştirak edir. Öz sazı ilə, öz sözü ilə, öz sənətkarlığınla bu gözəl məclisimizə ruhiqidə verən
bizim değerli kardeşimiz Ziyadxan Qaraxanoğlu məclisimizdədir. Sizlər də böyük hörmətlə salamlayıram. Allah sizlərə can sağlığı versin. Və çox hörmətli bir gözəl xanım müğənnimiz də var məclisimizdə. Əzizimiz, doğmamız, çox dəyərli Pərvanə xanım. Sizləri də alqışlayıram. Hər dördünüzə də uğurlar arzu edirəm işinizdə və sizin istərdim ki, iştirakinizlə Zöhrə xanım rəhbərliyi ilə Billur ansamblına da uğurlar arzu edeyim. Allah siz qardaşlarımıza da can sağlığı versin. Bugün çox gözəl bir yadda qalan məclis qeyd eləyək. Çox var ol, çox sağ ol. Gözəl sözlərə görə minnətdarıq. İsti sözlərə görə var ol Tofiq müəllim. Sən də bizim gözəl, dəyərli sənətçi dostumuzsunuz. Gözəl aparıcı dostumuzsuz var olun. Bir daha Allah mübarək eləsin. Bəyimiz, gəlinimiz xoşbəxt olsun. Qoşa qarısınlar Zöhrə xanım. Bir nəzafətli gözəl qız Tofiq müəllim gözəl oğlanı sevir. Dəyişir havası havaların da, kövlərin ürəyi balaların da, gəliydi başına subayların da, bugün bu məclisdən bir gəlin köçür. İki gənc vüsala yetişir bugün, ətirli şərbətdən içilir bugün, gəlinlik paltarını geyinib bugün bu məclisdən bir gəlin köçür. Əzinəm şirindir, bala baldan şirindir, heç kim deyə bilməz, oğul ya qız şirindir. Biri elə dayaqdır, biri yurda çıraqdır. Oğlu qızdan ayırmaq Allah haqqı günahdır. Göy ulduzsuz olmasın, çörək duzsuz olmasın. Oğlun öz yeri var, evlər qızsız olmasın. Mən arzu edərdim ki, dostlar, çox hörmətli Nargül anamızın rəvanə balası xoşbəxt olsun inşallah. Getdiyi və ocağa bərəkət, səadət, xoşbəxtlik və məhəbbət aparsın. Amin. Ürəkdən təbrik edirik. Toyumuz mübarək olsun. Toylar olsun ocaqlarda, körpə gülsün qucaqlarda, məclisdəki qonaqlar da bir ağızdan amin desin. Allah özü xeyir versin. Od olsun ocağınızda, güllər açsın bağınızda. Gələn bu vaxtda ay Cavid bəy, körpə görək qızağınızda. Sizləri ürəkdən bir daha təbrik edirəm. Xoşbəxt olun. Sağ ol, Aytun.